Şəmkir rayonunun Ölcələr kəndindəyəm. Saadət xanımın həyat yoldaşı rəhmətə gedib. İşte mən ora baş sağlığı verməyə gəldim evlərinə. Evləri də elə budur. Yəni bir otaqdır. Çöldən də çox belə bərbad görünür. Nəysə çox kasıbdırlar da, yəni o həddən artıq kasıbdırlar. Yəni bir var kasıb, var həddən artıq kasıb. Yoldaşı da əlil olub, uzun müddət xəstə yatıb və ona pensiyası ilə dolanıblar. Ünvanlı sosial yardım necə düzəltmək və görürəm ki, mümkün olmur ona görə ki, iş yeri lazımdır. Şimdi bu Ölcələr kəndində yaşayır və mən bilirəm ki, ben ona müraciət edəsəm də ki, məşğulluq xidmətinə ona iş təmin edeyim, bu mümkün olmayacaq. Çünki təcrübəmdən bilirəm ki, yəni dəfələrlə, yüzlərlə dəfə bunu etmişəm, bir dəfə də alınmayıbsa, yəni onu da artıq müraciət etməyə fikrimdə yoxdur. Ümumiyyətlə, ünvanlı sosial yardım haqqında qanun, bax, bunun kimi əlacsız, köməksiz bir qadına sosial yardımı almağa kömək eləmir. Bir dənə yeganə bütün hər şey qaydasındadır. Əgər iş yeri olsa, demək sosial yardım ala bilər. Bu işi hardan tapacaq? Ürəyim ağrıyır. Və bu necə dolanacaq? Kasıbdır da, bundan kasıb oyanı yoxdur. Amma necə alsın? Çok da dirəməndə deyir, 60 yaşım var, səninlə belə nə iş verir? Bax, o ünvanlı sosial yardım belə insana verilməlidir də. Bəs bunu verə bilmiriksə. Mən həmişə də bunu deyirəm. Bax, bu kəndin icra nümayəndəsi, bələdiyyəsi, bütün kənd cəmaatı bilir ki, bu adam ehtiyac içindədir də. Bu bəs eləməlidir də ona verməyə. Bu kağız kuğuzu elə götürür ki, burada düz deyil, bu düz deyil, qanun belə deyir, qanun belə deyir. Bu qanun insan üçün yazılıdır. Əgər o qanun bu insan üçün işləmirsə, o qanun lazım deyil valla. Vallah lazım deyil. Valla sözün üzünə qalsa, neçə idi, 2-3 ildir qohum-ağrabə orucluq bayramında. Fitrə deyirlər, o qohum-ağrabə oymaya yığır verir. Əgər sözün həqiqətinə qalırsınızsa, dolana bilməmişəm, o neçə idi qohum-ağrabə yığıb mənə. İndi mən noldayam, heç bir yerdə mənim qazanc yerim yoxdur. Öyümə bir köpük, bir adamım yoxdur ki, gətirə. Nəzərimdə saxlayacağım səni. Əlimdən gələni eləyim. Görüm indi mən... Evim eşiyim də yoxdur ki, deyəm, hə, yaxşı evim eşiyim var, yaşam şəraitim. Mənim yaşam şəraitim də yoxdur. Dolanışığım yox, evim eşiyim yox. Mən də sənin bütöv danlılarını götürürəm, gedim çalışım, görüm mən nə eləyə bilirəm sənin üçün. Allah köməyiniz olsun. Oldu anam, sağ ol. Allah köməyiniz olsun.